Müğənni Şəbnəm Tovuzlunun səhhətində problem yaranıb. Globalinfo.az məlumat verir ki, bu barədə şair Nazilə Səfərli məlumat yayıb. O qeyd edib ki, ötən gün Şəbnəmin ürəyi gedib və səhhəti pisləşib. Şəbnəmcilə qonaq gedirdim. Zəng etdim, cavab vermədi. Qızı telefonu açdı ki, anamın vəziyyəti pisləşib. Arıqlama dərmanı içib, bir də limonlu su. Başı gicəllənib, yıxılıb. Təzyiqi düşüb. Şərbət vermək istəyirlər. Ağzı açılmır. Təzyiqi düşüb 60-a. Şəbnəm gözünü açdı ki, başının üstündə Quran açdılar. Arıqlama dərmanı içməyin. Şəbnəm 5 dəqiqənin içində ölmüşdü. Ağzından köpüy gəlirdi. Xalq artisti Afaq Bəşirqızı isə uzun fasilədən sonra teatr səhnəsinə geri dönəcək. Globalinfo.az məlumat verir ki, aktrisa Akademik Musiqili Teatrda Zal Qızı Zalxa tamaşasında rol alacaq. Səhhətindəki problemlərə görə uzun müddət səhnədən uzaq dalan aktrisa yanların 30-unda tamaşaçılarla görüşəcək. Tamaşa yazıcı dramaturq Əli Əmirlinin 7 məhbusə anası piyesi əsasında hazırlanıb və bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəliklə mübarizə apardığını və ayaqlarında ciddi problemlər olduğunu açıqlamışdı.